Allah insanlara göndərib bunu və insanları hidayət etmək üçün bu kitabı biz üçün göndərib. Bu kitab nə cür bizim əlimizə gəlib çatıb, necə gəlib çatıb bizim əlimizə? Bunu bizə oxuyublar, bunu bizə göndəriblər. Bu nə cür gəlib bizim əlimizə çatıb? Bu barədə az da olsa vacibdir ki, insan bir məlumat əldə etsin və məlumatı olsun. Bütün müsəlmanlar heç ixtilaf etmədən, heç firqənin arasında ixtilaf olmadan hamısı qəbul eləyir ki, vəhy vasitəsilə bu kitab müsəlmanların əlinə çatıb, Peyğəmbərin əlinə çatıb və Peyğəmbər də onu bizə oxuyub və yadigar kimi qoyub gedib. Müntaha vəhyin mənası nədir? Vəhy yəni necə gəlib çatıb? Lüğətdə mənası işarədir, mesajdır. Gizli surətdə insan birinə sözün çatdıra, ona vəhy deyərlər. Tələsməyə də vəhy deyərlər. Yəni vəhyin mənasında həm insan ürəyinin sözün birinə işarə ilə çatdırmağa deyərlər və həm də işarə ilə çatdıranda onun içərisində bir tələsmək də var, yubatmadan. Bax, lüğətdə vəhyi bu mənalərdə işlədiblər. Hələ Qurandan qabaq bir lüğət kimin bu mənalərdə işlədiblər. Və bu mənalərdən ələ gəlir ki, əgər insan bir başqasına öz sözün, ürəyində olan mətləbin işarə ilə başa salsa ki, o başa düşər. Başqası yox. Ancaq o başa düşər. Ya istədiyi adamlar başa düşər. Əgər insan ürəyindəki sözü istədiyi adamlara işarə ilə başa salsa və onlar da bunun istədiyin, ürəyinin sözün bu istəyən kimi başa düşsələr işarə ilə ona vəhy deyərlər. Daha söz yoxdur arada. Əgər belə olsa bunun adına lüğət kitablarında vəhy deyərlər. Bu onun mənası. Quranda bu mənaların hamısına işlənib vəhy. Çünki vəhy təhcə Peyğəmbərə deyil. Quranda vəhyin mənası dediyim mənaların hamısının mənasında işlənib. Və ümumi götürsək, 3 cürə vəhy Quranda söhbəti var. Biri Allahın vəhyidir, kimlərə onu oxuyacaq. Biri insanların vəhyidir, bu insan o insana vəhy eləyir. Biri də şeytanın vəhyidir. Şeytan da öz adamlarına, istədiyi adamlara vəhy eləyir. Bunların üçü də Quranda gəlib ki, indi nümunə onlardan oxuyacaq. Allahın vəhyi nədir? Allahın vəhyi budur ki, Allah bütün yaratdıqlarının hamısına öz istədiyin çatdırır, vəhy eləyir. Bütün yaratdıqlarının hamısına, hətta dağa, hətta daşa, hətta ağaçlara, bitkilərə, güllərə, heyvanlara, uçanlara, balıqlara, hamısına istədiyin çatdırır. Lakin onlar ki, onların şuuru yoxdur,
O insanlar ki, onlar müdrik deyirlər, onların dərkiləri, zəkaları yoxdur. Onlara Allah öz mesajın, öz sözün, öz söhbətin təkvini yolundan çatdırıb. Onların fitrətində, daxilində qərar verib hidayəti. Onlar o yolundan hidayət olublar ki, o gün ona nümunə oxudum mən ki, bugün ondan söz açmıram. Çünki hər bir şeyin fitrətində Allah hidayət qoyub və hər bir şey hidayətin mənasını bilir və Allah hidayət eləyən kimində hidayət olur. Heç birisi də indiyəcən qanunu pozmayıblar. Nə ot, nə yer, nə göy, nə günəş, nə ay, heç birisi qanunu pozmayıblar. İlla o yerdəki Allah özü deyib, Allah özü istəyib pozulsun. Ota xasiyyət verib yandırmaqdır. Amma bir dəfə də dedi ki, İbrahimi yandırma. Bir dəfə də dedi ki, təndirin içində Musanı yandırma. Özü qanun qoyub, özü də harda lazımdır deyib, burada lazımdır. Burada istəməz. Bu hidayət, hidayət-i təkvinidir. Və bu cürə belə bir vəhy bütün əşyanın hamısında var. Və Allahla əşyaların hamısının əlaqəsi var. Hər vaxt dağa desə partlayacaq. Hər vaxt desə yaşamayacaq. İzâ zulzilətil ərzu zilzâleha. Yer ki, bu qanun qayda ilə hərəkət eləyir və bu gözəllikdə hərəkət eləyir, gecə yaranır, günüz yaranır, qış fəsli olur, yay fəsli olur, payız olur, yaz olur, bir gün bu yerə deyəcək, pozul. İzâ zulzilətil ərzu zilzâleha. Qiyamətin günündə bu sistemin hamısı pozulacaq. Və izəl biharu fuccirət. Dənizə də deyəcək, su tökəşiyə, tökcələ. İndi çöl haradı, nə cür tökəcək, onlar da mənim indi şuurumdan, düşüncəmdən, səviyyəmdən yuxarıdır. Onları böyük alimlər də heç birisi bilmir ki, necə pozulacaq. Onları qiyamətin günündə inşallah hamımız görəcəyik ki, nə olacaq. Onları bizə göstərəcəklər. Onlar hamısı bizim əsirimizdir. Onların hamısını bizə görə yaradıblar. Odur ki, biz onları görəcəyik, öz durmağımızı, necə yerin altından duracaq, necə torpaqlar töküləcək bizim bədənimizdən, necə kəfənlərimizlə, yenidən bizi dirildib, gətirib məhşərdə saxlayacaqlar, məhşər də biz üçündür, cənnət də biz üçündür, Allah eləməsin, cəhənnəm də bəzi insanlar üçündür. Bax, bunların hamısını Allah yaradıb, insanlar üçündür bunlar. Amma çün bu mövcudların içində, bu yaradılışın içərisində insanın şərafəti başqadır və bunlar hamısı insan üçündür və insanda ixtiyar var. Allah insana ixtiyar verib, o birisilərin ixtiyarı yoxdur. Günəşin ixtiyarı yoxdur. Öz gölü ilə, istəyi ilə bir gün çıxa, bir gündə hay gözləyəsən gün çıxmadı. Ay balam, buna nə gəldi? Büyün məsələn, kefi istəməyib, bu cürdür. Hətta, necə deyərlər, saniyə də onlar qanunu poza bilməzlər. Bir saniyə onların biri qanunu pozsa, nizam dəyər bir-birinə. Çünki onlar bir cür işləyirlər ki, o elmidə, o sahədə insan istəyə biraz kitab oxuya, görər ki, onların hər birisi, o ulduzlar, o ay, o yer, o günəş, bir saniyə onların biri tələsib qabağa keçsə, ya dala qalsa, bütün sistem dəyər bir-birinə. Mümkündür o. Odur ki, onlar öz qanunu ilə işləyir.
Allah onları yaradıb, o qanunu da onlara verib deyib, belə işləyin, onlar da elə işləyirlər. Hər vaxtda pozacaq, öz işidir, onu pozacaq. Amma insana ixtiyar verilib. Aləm deyib bir-birinə bu bizərdə ixtiyar ki, insana veriblər. Aləm deyib bir-birinə, bu bir zərrə ixtiyar ki, insana verilib. Onu da insanın həyatının hamısında ixtiyar yoxdur. İnsanın dünyaya gəlməyində ixtiyarı yoxdur. İnsanın böyüməyində ixtiyarı yoxdur. İnsanın böyüyəndən sonra qocalmağında ixtiyarı yoxdur. Deyə bilməz, mənim keyfim istəmir, mən qocalmıram. Sən kimsən qocalmayasan? Süleymanlar qocalıb gedib, sən nəçisən ki qocalmayasan? Sən nic ixtiyar yoxdur burada. Yaxud dünyanı getmək, dünyanı dəyişmək ixtiyar yoxdur. Heç bir insanda ixtiyar yoxdur. Deyə ki, mən getmirəm. Özbaşıvasan və getməyəsən. Mən hərdən gedirəm, dayanıram. Olub da indi, siz də yəqin ki, eləyirsiniz. Eləməsiniz də eləyin hərdən. Gedin qəbirsanlıqda dayanın. Tehranda mən hərdən eləyirəm. Orada üçün cəmaat çoxdur. 14-15 milyon adamdır. 14 milyon, 13 milyonun, 14 milyonun heç olmasa gündə bir 200 adam ölər də 14 milyondan. Bəlkə də çox. Odur ki, orada saatla dəyişilirlər. Böyük zaldır, otaq, otağın qapıları oyanlandır. Onlara heç kimi qoymurlar. Ancaq meydi oradan gətirirlər otaqlara. Hər otaqdan bu zala bir dənə pəncərə qoyublar. Hər meydin adamları o pəncərənin qabağında dayanıb. O zal uzun zaldır, o tay bu tay pəncərədir. Biri kişi üçündür, o zaldan biri də qadınlar üçündür. Eyni zamanda məsələn görürsən bir 15 dənə meyd yolur, 30 dənə meyd yolur. Məsələn bax belənçi. Hər pəncərənin də qabağında o meydin öz adamları dayanır. Gedir adam dayanır, baxır, tamaşa eləyir. Quslu verirlər, altdan yol qoyublar, təcər qoyublar bir şeylər ki, meydi qoyurlar ona, bir də görürsən altdan üstü yazılıb, sənin meydin gəldi. Hər kəs öz meydini götürür, aparır, namazını qılır, dəfn eləyir. Baxırsan, görürsən ki, bir meydi aparırlar. O, məsələn, indi fərqi yoxdur, cavan olsun, qoca olsun, heç fərqi yoxdur. Xüsusən cavan olanda, görürsən ağlaya-ağlaya, dostları, el-qohum qəbiləsi, özün dövə-dövə, nə bilim, birinin ürək keçib, birinə su vururlar, birinin qolundan yapışıblar, birinə ürək-dirək verirlər, birinə başsağlıq verirlər. Bunlar hamısı görürsən ağlaya-ağlaya, bəzisi laf özün döyür, bəzisi, amma çiyində aparırlar. Yulub, kəfənlənib, hazırlanıb, qəbir də oyanlardadır, biraz uzaqdır. Buradakı quslu verirlər, heç olmasa bir 500-600 metr, bəlkə 1000 metrə fasiləsi var, ara var, o yerdə ki, dəfn olacaq. İndi onu ki, aparırlar, durursan ona baxırsan. Görürsən ki, o aparanların heç birisi istəmir onu apara qoya torpağa. Heç birisi. Biri anadır, biri qardaşdır, biri bacıdır, biri yoldaşdır, biri nişanlısıdır. Hamısı özün döyür, vırır, ağlayır, istəmir. İndi o meydin özün də hesab eləyəsən, görürsən, o da istəmir. Qəbrə yoxunlaşır. Bir dəqiqə qaldı, yarım dəqiqə qaldı. O da istəmir, aparanlar da istəmir. Amma o da istəməyə gedir çiyində. Bunlar da istəməyə çiyinlərində aparırlar. Bu qanuni heç kim poza bilməyəcək. Onlar da istəməyə onu qoyurlar torpağa, üstünə düzürlər daşı, özlərin dövə-dövə. Razıdır milyonlar verə, amma bu işi görməyə. Amma görür. O meyd özü də istəmir gedə. Amma gedir. Onluq deyir. Aparırlar. Qoyurlar, bastırırlar, çıxıb gedirlər. Peyğəmbər buyurur ki, nə qədər qışqırır ki, getməyin, mən qaldım.
Bir nəfər gecəni qalmaz orada. Kimin nə işi var qalır orada? Öz növbəsində qalacaq da elə. Bax, görürsən, vəziyyət belənçidir. İnsanın ixtiyarı bunlarda yoxdur. Amma bu iki günün ortasındakı dünyaya gəlib və dünyadan gedəcək, o iki günün arasında nə iş görsün ona ixtiyar veriblər. İnsanın ixtiyarı belədir, ondan artıq ixtiyarı yoxdur. Bu ki, mən Peyğəmbərə inanım, inanmayım, ixtiyar məndədir. Bu ki, mən danışığımda haqqı danışım, batili danışım, ixtiyar məndədir. Bu ki, indi oruçluqdur, mən orucumu tutum, ya orucumu yiyim, ixtiyar məndədir. Bu ki, azan deyildi, durum namaz qılım, ya qılmayım, ixtiyar məndədir. Bu ki, naməhrəm xanım gəlir, mən ona baxım, ya baxmayım, ixtiyar məndədir. Bu ki, toylarda qoyurlar, yeməklər, içməklər, haramlar, onlardan eləyim, ya eləməyim, orada iştirak edim, ya etməyim, o ixtiyar məndədir. Bu ki, mən başımı bağlayım, xanım Fatimə Zəhra mənim xanımımdır, yaxud başımı açım, mən Zəhranı tanımaram, ixtiyar məndədir. Və bunların hamısında ixtiyar səndədir. İcbar da yoxdur, məcburiyyət də yoxdur, zor da yoxdur. Quranın da ayələri buyurur, zor yoxdur. Əlbəttə, İslamı qəbul eləyəndən sonra baxmason əmri və məruf elərlər. Baxmason mümkündür bir qanun keçələr, cəzalandıralar. O başqa söhbətdir. Elə bil ki, bir uşaq istəyir məktəbə getsin ya getməsin, özü bilər. Gedir getsin, getmir getməsin. Amma məktəbə gələndən sonra deməzlər da oxuyur oxusun, oxumur oxumasın. Oxumur çıxsın getsin. Əgər biri istəmir müsəlman ola, ona biri zorunla demirsən müsəlman ol. Kimə deyiblər indiyəcən? Yer kürəsində biri barmağın qatlasın desin, mənə zorunla deyiblər. Mən garanti verirəm ki, onu zordan azad eləyim. Çıxsın getsin. Amma əgər biri özü öz ixtiyarı ilə İslamı qəbul eləyib gəlib, İslamı qəbul eləyəndən sonra İslamın qanunlarını pozmağa da ixtiyarı yoxdur. Çünki özün qəbul eləyib giribsən bura, bu cərgiyə. Cərgiyə girəndən sonra qanunu pozmaq, onun insansızlığı, onun müsəlman olmamağı, onun İslamının möhkəm olmamağı, onun ədəbsizliyi ta axirə qədər. Odur ki, buyurur, bax, insana bu qədər ixtiyar verilib ki, bu işi eləsin ya eləməsin, bu yola getsin ya getməsin. İnsan ixtiyarı var. Çün insanın ixtiyarı var, ona görə də Pərverdigar-ı aləm insanlara vəhy eləyir ki, onları hidayət eləsin. Onlar iki yolun ayrıcında dayananda, onları istəyir haq yola hidayət eləsin. Bu dəlilə görə, bu səbəbə görə Allah istəyir vəhy eləsin insanlara, tayin ki, insanları hidayət eləsin. Allahın hidayət məqsədi ilə vəhy eləməyi dörd cürədir. Biri peyğəmbərlərədir, biri mələkələrədir, biri salih bəndələrinədir, biri də əvvəldə oxumuşuq, o insanların fitrətinədir. İndi bu ikisinin əvvəli peyğəmbərlərədir, peyğəmbərlərə nə cür vəhy olurdu? Peyğəmbərlərlə özü vəhy eləyirdi, danışırdı, ya vasitə göndərirdi. Buyurur, Allahın peyğəmbərlərə olan vəhyi də üç cürə olub. Mən o üç cürənin üçündən də siz üçün məsəl gətirəcəyəm. Bir cürə vəhyi ki, Allah peyğəmbərlərə eləyib, heç bir vasitəsiz. Da Cəbrail yoxdur burada. İlham da yoxdur, ilham ola. Allah vəhy eləyir, özdə heç bir vasitəsiz vəhy eləyir. Ən çətin vəhy budur ki, Peyğəmbər buyurur, Allahın vəhyi mənə gələndə Peyğəmbərin həm bədəni isti olurdu, həm alnından tər süzülürdü, həm özündə ağırlıq hiss eləyirdi. Çünki vasitə yoxdur burada. Hətta hədislərdə var ki, Həzrət
atın üstündə, ya bir heyvanın üstündə, dəvənin üstündə birdən belənçi bir vəhy olanda, o heyvana da o qədr ağırlıq gəlirdi ki, az qalırdı qarnı yerə dəysin. Bu vəhy vasitəsiz bir vəhy idi. Allah Peyğəmbərə bəzən belənçi vəhyilərdən eləyib. Bu bir cürə vəhyidir. Ki, Həzrət deyir, mən əvvəl belənçi vəhy olanda səs eşidirəm, səsi eşidəndən sonra sakit qalıram, ondan sonra Allah mənə istəyir çatdıra, onların hamısını dərk eləyirəm, özüm də bir hala qalıram ki, az qalır ruh bədənimdən çıxa. Az qalır ruh bədənimdən çıxa. Elə ki, o vəhyilərin hamısını mən qəbul elədim, başa düşdüm, dərk elədim, ondan sonra yavaş-yavaş halım düzəlir. Həzrət buyurur, belə bir vəhy olanda mənə, hətta göyün məlakələri, onlar da hətta bilirdilər. Həzrət buyurur ki, o qədr şiddətli olurdu, çətin olurdu ki, hətta onlara da çətin olurdu. Onların hamısı mənə vəhy olan dəqiqələrdə səcdiyə düşürdülər. Bu çox az olurdu və ən çətin vəhyidəki Peyğəmbərə olurdu buyurdu. Bu bir cürə vəhyidir. Burada heç vasitə yoxdur Allahla Peyğəmbərin arasında. Bir. İkincisi budur ki, yox, Peyğəmbərlər səs eşidirdilər. Qeybdən bunlara səs gəlirdi. Bunlar da qulaq asırdılar və o vəhyi eşidirdilər, dərk edirdilər. Məsələn, Həzrəti Musanın barəsində elə ki, Həzrəti Musa Mədyəndən gedirdi Misrə, yolda ki, Allah ona vəhy elədi, Peyğəmbərliyə çatdı, əvvəl bir işıq gördü. Yağış yağır, ildırım şaxır, nə bilim göylər gürüldür, belə bir vəziyyət. Bir yandan da ki, Şüeybin qızı, Musanın yoldaşı uşaqdan azad olur. Bir yandan da yolu itiriblər, azıblar, heç bilmirlər hansı yola getsinlər. Qorxu neçə cəhətdən bunları tutub, o yandan da işıq gəlir. Musa dedi, dayanın, mən gedim, bəlkə orada bir ot var, bəlkə bir şey var, gətirim qızışın. İsti olsun siz üçün. Getdi oraya yaxınlaşanda gördü, yox, ağaçdan səs gəldi. Qəsəs 30-cu ayə. Fələmma ətəha, elə ki Musa gəldi ora çatdı, nudiyə min şatil vadil eymən. O vadinin sağ tərəfindən bir səs gəldi. Fil buq'atil mübarəkə. O yer mübarək yer idi. Hardan gəldi səs? Minəş şəcərə. Ağaçdan səs gəldi. Səs nə idi? Ən ya Musa inni ənəllah Rəbbul aləmin. Allahın səsi gəldi Musaya ki, mən sənin Allahunam. İstirəm səni Peyğəmbər eləyəm və özlüyü hazırla. Ki, o ayələrdəki Musanın barəsində onları oxudu. Bax, bu bir cürə vəhyidir. Görürsən ki, əvvəl qeybdən səs gəlir, burada da Cəbrəil yoxdur, məlakəzət yoxdur. Allah ağacın vasitəsi ilə, ya bir başqa bir şeyin vasitəsi ilə səs yaradır və o səsi Peyğəmbər eşidir. Eşidəndən sonra ona da əməl edir. İslam Peyğəmbərinə Meyraca gedəndə belənçi vəhy olurdu. Vaxtı ki, Peyğəmbər getdi Meyraca gedəndən sonra bir qədər gəzdi, göyləri Allah göstərdi Peyğəmbərə, cənnəti, cəhənnəmi, cənnətin əhlin, cəhənnəmin əhlin, onların hamısını göstərəndən sonra başladı Peyğəmbəri mövizə eləməyə. Ya Əhməd, bir. Burada Cəbrailin vasitəsi ilə danışmırdı. Allah səs yaratmışdı, qeybidən Peyğəmbər o səsi eşidirdi. Bütün Allahın mövizələrin, Allahın Peyğəmbərə buyurduqların
ki, nə mənə buyurub, Peyğəmbər onları hamısını danışıb, indi bizim əlimizdə hədisin adı hədis-i Mi'racdır. Yəni, Mi'racda olan hədis. Çox geniş bir gözəl hədisdir ki, Allah Peyğəmbərinə təlim verir. Mövizə eləyir, təlim eləyir və bütün insanlara, müsəlmanların hamısına lazım olan söhbətlərdir ki, Allah Peyğəmbərinə orada vəhy eləyir. O vəhyidə yenə də Cəbrail yoxdur, vasitə yoxdur, amma qeybidən Allah səs yaradır. Bu da bir cürədir. Həzrəti İbrahimin də barəsində bax belə idi. İbrahimə vaxtı ki Allah dedi, İsmailin başını kəs, Cəbrailin vasitəsi ilə demədi. Səs yaradırdı. Fərqi yoxdur ki, indi bu səsi Peyğəmbər yuxuda eşidir, ya əşşarda eşidir. Çünki Peyğəmbərlər yatanda heç vaxt onların ürəkləri yatmır, onların gözləri yatır. Ona görə də buyurur ki, bax, Həzrəti İbrahimin barəsində qalə ya bunəyyə, İsmailə dedi İbrahim, inni ərə fil mənam, ənni əzbəhukə. Mənə yuxuda Allah görsədir ki, mən sənin başı kəsirəm. Nə deyirsən sən? O da dedi ki, ya əbəti fəl ma tu'mər. Hər nə mənə sənə əmr olur, Allah əmr eləyir, Bismillah. Sətəciduni inşaallahu minəs-sabirin. Sən də məni görəcəksən ki, mən səbr eləyənlərdən olacağam. Əgər Allah sənə əmr eləyir ki, İsmailin başını kəs, İsmaili 80 yaşında verib sənə, indi də ki, uşaq böyüyüb, qoşulub sənə istəyir, yavaş-yavaş işləsin, 14-15 yaşında istəməli vaxtında deyir başını kəs, Bismillah başını kəs. Allahın əmri Allahın əmridir. Sən görəcəksən ki, mən də ona səbr eləyəcəyəm. Bu da gətirdi, qılıncı apardı, həmun mina ki, indi hacılar orada qoyun kəsirlər, istədi uşağın başını kəsə, qılınc uşağın başını kəsmədi. Vırdı qılıncı daşa ki, nə üçün kəsmirsən, gördü daşı iki böldü. Eyb qılıncıda dör. Ondan sonra səs gəldi ki, ya İbrahim, Əl-Xəlilu yəmuruni vəl-Cəlilu yənhani. İbrahim Xəlil deyir kəs, amma Allah deyir kəsmə. Mən onun sözünə baxıram. Ona görə də mən kəsmədim. Orada yine İbrahim'e nida geldi ve nadeynahu en ya İbrahim. Kur'an'dır. Saffat 102. ayet. İbrahim'e nida elədi. Dedi ki, ay İbrahim, qad səddəqtər rüya. Bəsdir, kifayətdir. Dediyimizə əməl elədin. Bu ki qılıncı gətirdin, o itilikdə qılıncı. Kəhdin uşağın boynuna, mən qoymadım qılınc kəsə. Əgər ona mən deməsəydim kəsmə, o uşağın başını ayırardı. Sən niyyətüyə çatdın. İmtihan elirdi axı. İstəmirdi ki, uşağın başını kəsə. İstəyirdi imtihan eləyir, onu yoxluyurdu. Çünki imamətə çatdıracaq onu. İmamətə elə-belə çatdırmazlar ki, adamı imtihan eləyərlər. O imtihanlardan keçəndən sonra Allah adamı aparar yuxarı dərəcələrə. Odur ki, bax, bunların hamısında vəhy vasitəsizdir. Səs gəlir, İbrahim eşidir. Səs gəlir, Peyğəmbər Meyracda eşidir. Səs gəlir, Musa ağacdan eşidir. Bu da bir cürə vəhyidir. Üçüncüsü, məlakənin vasitəsi iləndir. Üçüncü vəhyidir ki, Allah məlakə göndərir. Məlakələrin birinə əmir verir. Bu sözü apar Peyğəmbərə oxuy. Və o Cəbraildir. Onun neçə dənə Quranda adı var. Bir adı Cəbraildir. Ki Quranda biz Bəqərə surəsində oxuyuruq. Mən kânə ədubvən lillah və mələikətihi və rusulihi və Cibril. Quranda onun adı gəlib. Və məlakələrin içərisində hamısından əzəmətli, şərafətli Cəbraildir. Hamısından şərafətli odur ki, onu vəhyə məmur eləyir. Vəhyi onun vasitəsi ilə göndərir. Bir adı Ruhul Əmindir. Şüəra surəsində 192-93-cü ayələrdə və innəhu lətənzilu Rabbil aləmin nəzələ bihi ər-Ruhul Əmin. Quran
Ruhul Əminin vasitəsilə Peyğəmbər